Salam dəyərli izləyicilər, İsmayıl rayonunun Buynuz kəndindən sizə günlük icarəyə verilən bir ev təqdim edəcəm. Videonu sona qədər izləyin, zəhmət olmasa. Təqdimatı axıra kimi baxın ki, tam ətraflı məlumat olsun sizdə. Maksimum 11 nəfər bu evə yerləşir. Bir günlük icarəyə verilmir, minimum 2 gündən başlayır və günü 250 manatadır. Bu məlumatları öyrəndiniz, bu məlumatları başda dedim. Ki, sonra deməyəsiniz ki, niyə qiymət demirsiniz, niyə adam sayını demirsiniz. Belə bir həyətdir, həyəti göstərin zəhmət olmasa. Buynuz kəndinin hər yeri gözəldir, hər yeri mənzərəlidir. Mən sizə indi eyvandan görüntünü göstərəcəm, görəcəksiniz. Gəlin sizə söhbətgahı göstərək, yay mətbəxini göstərək ilk növbədə. Bura giriş hissəsidir, buradan giririk. Ən az burada sizə deyim ki, 3 maşın rahat şəkildə saxlaya bilər. Əsasən ailəli şəxslər, korporativ müştərilər, yəni ki, hər hansısa bir iş kollektivi olsun, müəllim kollektivi, həkim kollektivi. Bu şəxslərə rahatlıqla bu evi icarəyə verirlər. Bura yay mətbəxidir. Yəni, belə bir söhbətgahdır, burada manqalı, samavarı və digər şəraiti var. Yəni, burada da qab-qacaq var, burada rahat oturub istirahət eləyə bilərsiniz. Eləcə də evin içində də mətbəx var, mətbəxdə də tam avadanlıqlar var. Bir məqam yadımdan çıxdı. Buranın gördüyünüz bu hovuz isti hovuz deyil, digər evlərdən, bizim təqdim etdiyimiz evlərdən fərqli olaraq. Amma üzü yaya gedirik. Yayda düşünürəm ki, isti hovuza da ehtiyac qalmaz. Burada gördüyünüz hal-hazır ki, hovuzu təmizləyəcəklər. Təzə təmirdən çıxıb bura ümumiyyətlə. Bugündən etibarən başlayıblar buranı icarəyə verməyə və hovuz təmizlənəcək. Və üzü yaya gedirik. Havalar qızandan sonra da düşünürəm ki, isti hovuza da ehtiyac qalmayacaq. Burada belə bir tal vardır ki, həyətdə rahat şəkildə oturub istirahət eləyə biləsiniz. Və keçirik evin içinə tanış olmağa. Bura mətbəx hissəsidir. Və birinci mərtəbədə bir yataq otağı var cəmi. 2 nəfərlik yataq otağıdır. Buranı göstərin. Sanitar qovşaq və hamam otağına baxın və qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbənin də ayrıca sanitar qovşaq və hamam otağı var. 2 dənə də yataq otağı. Digər yataq otağına da baxın. Sanitar qovşaq və hamam otağını da göstərəndən sonra eyvana çıxaq. Bu eyvandan da belə bir gözəl mənzərə açılır. Buynuz kəndinə digər tərəfləri də göstərin. Adamın ürəyi açılır. Belə dəyərli izləyicilər, buranı bron etmək üçün bizdən əlaqə saxlaya bilərsiniz. Ətraflı məlumat almaq üçün yenə də qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Hər kəsə bol şans arzulayıram. Növbəti təqdimatlarda görüşənədək. Sağ olun.